Salam əziz dostlar, canlı yayımız başlayır. Babat debatdasınız. Mən Kamran Səndi. Bugünkü qonağımız Elşad Miri. Bilirəm gözləyirsiniz bu məqam. Elşad bəy, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm. Çox şadam studiyamıza gəlməyə. Tamaşaçılar təbii ki, fikirləşirlər. İndi bu dəqiqə Moskva vurulur, bu dəqiqə siyasi olaylar var. Biz ən belə lazımlı məqamları bu dəqiqə müzakirə eləməliyik. Amma biz Elşad bəylə siyasətdən danışmayacaq. Azad bəy, zəhmət olmasa ekranı düzəldin, bizim ekran sönüb deyə. Demək ki, siyasətdən hər gün danışırıq, amma bugün baş verən bütün hadisələrin səbəbi var və o yolu biz indi Elşad bəylə getməyə çalışacağıq. Elşad bəyin fikirləri çox önəmlidir. Elşad bəy, gəlin belə bir məqamdan danışaq. Çünki İstəsək də, istəməsək də dini məqamlar bu günlərin tökülən qanlara, demirəm tamam baisdir, amma səbəbləridir də. Çünki biz fikirləşirik ki, indi Avropa artıq tamamilə başqa prosesləri keçiblər. Onlar üçün fərqi yoxdur, xristiyandır ya müsəlman, əslində elə deyil. Və yaxud da Amerika üçün, mən o gün görəcəksiniz, Rubio idi. Amerikanın ən önəmli siyasətçisidir. Başına xaç çəkib çıxmış deyir, belə mən görmüşdünüz onu. Və Trump da indi deyir ki, orada müsəlmanlar yaşayır, burada xristianlar yaşayır filan. Yox da özü də Ağsarayda yanına gəlib orada dini ayinlər keçirirlər. Dini ayinlər keçirirlər. Sonra əməlli başlı demək istəyir ki, mən xristianların tərəfindəyəm. Özünü anti-müsəlman kimi belə qələmə verir. Amerikada da səs yığır. Bu deməkdir ki, əhalinin içində də, aslında qalanda biz də ətrafda baxanda görürük ki, bizim içimizdə də belədir. Yəni müsəlman dövlətlərində də belədir. Gəlin biz sizinlə danışaq. Baxın, bu tarix boyu çox maraqlı məqamlar var. Xristianlar, onlar da dini belə məfhumat deyək, ona məsələn Jordana Bruno yandırıblar. Düzdür, Jordana Bruno təqsiri nə edir ki, alimdir, deyir ki, yer kürəsi fırlanır və salam. Birinci afroz eləyirlər, ondan sonra da təbii ki, belə bir hökm verilir. Hə, inkvizisiya idi. Onlar onu göy məhkəmə ilə filan eləyirlər. İspaniyada hətta onun elə bir muzeyini də indi düzəldibdilər. Biz oraya girəndə, məsələn, qadınların bir çoxu imtina elədilər onu görməkdən. Çox dəhşətli bir, hətta bunlar bəzilərinin düzəldilmiş başqa formada olsa da, imtina elədilər baxmaqdan, geri çıxdılar ki, dözə bilmədilər. Dəhşət, insanı yandırmaq dəhşətdir və onu da deyim ki, Jordana Bruno'nu yandıranda həmən o güya dini məqamlar, onlar kitaba əsaslanırlar da, Tövrata, Bibliyalar bir yerdədir. Bibliya deyildiyi zaman ikisi bir yerdədir. İkisi bir yerdədir. Ona hesablayırlar ki, sən nə danışırsan? Yer kürəsi necə fırlanır? Günəşin ətrafında tamam tərsidir və onlar onu yandıranda qurğuşun bağlayırlar ağzına ki, oradan bilirdilər ki, orada da qışqıracaq. Jordana Bruno gənc idi, Qalley kimi deyirdi, gənc idi və amma başa düşmürlər ki, mən düşüncəmə görə o söz elə Allahın sözüdür. Yəni ki, yer kürəsi doğrudan fırlanır. İslamda da belə məqamlar olub. Nəsimi məsələn dərisini soyublar, ondan da ağır bir cəzadır məncə yandırılmaqdan da. Amma xristian dini xadimləri müəyyən bir məqamda, təhsil və elm yüksəldiyi məqamda üzr istədilər. Jordana Bruno yandırıqlarına görə Janna Darkı hətta müqəddəslər səviyyəsindən gətirdilər, çıxartdılar. İslamda da belə bir məqam varmı? Üzr istəyən varmı Nəsiminin dərisini soyduqlarına görə? Kim istəsin? Yəni bizdə biz deyəndə, yəni müsəlman dünyasında bir papalıq anlayışı olmadığına görə kiminsə belə bir üzr istəmə deyilən bir təəssüflər olsun ki, məqamını görmürük. Amma həmin o inkvizisiyanın məsələn müsəlmanlar tərəfindən həyata keçirilib keçirilməməsi ilə bağlı Türkiyədə bir akademisyen dediyimiz, yəni bir professorun belə bir çıxışı oldu. Hətta 4 cildlik kitab yazdı onunla bağlı və bu kitablar onun artıq universitetlərdə dərs demə məsələsinin yekunu oldu. Çünki qəbul eləyə bilmədilər. Orada da belə bir məsələlərin gündəmə gətirilməsi. Əslində həmin oradakı o professor orada redaktor idi. Məsələn, müəyyən dövrlərdə hansı, kimlərin başına belə bir hadisələr gətirilib, onlar necə qətlə yetirilib, onu gündəmə gətirirdi. Acə sizə bir misal verəcəm. Bu günlərim biz baxdığımız zaman Taliban məsələn Əfqanistan İslam dövləti olaraq özünü rəsmi olaraq qəbul eləyir və orada Talibanın dini görüşünə baxsaq təbii ki müsəlmandır, amma hansı məzhəbdir? Baxırıq Hənəfi məzhəbi. Türkiyədə Hənəfi məzhəbidir. Amma mən çox məsələlərdən anlayışım yoxdur. Onların Hənəfinin o birisindən fərqi nədədir? Bu İslamda onlar biraz başqa bir mövzularda qısa olaraq deyərəm, ancaq mövzumu buradan gətirək ki, İmam Əbu Hənifəni məsələn qətlə yetiribdi əslində. Türkiyədə deyirsən, kimlə soruşsan ki, müsəlmansan, müsəlmanam deyir, əlhəmdülillah. Sonra məsələn hansı məzhəbdənsən deyir, Hənəfi məzhəbinəm. Hənəfi kimdir? Bilmir. İmam Əbu Hənifə əslində məsələn baxdığımız zaman görürük ki, Hənəfi məzhəbi ona təklif edilən bəzi vəzifələri məsələn qəbul eləmir Əməvilər dövründə. Ondan sonra onu həbsə atırlar. Hakimiyyət dəyişir. Ondan sonra Abbasilər hakimiyyətə gəlir. Bu dəfə o həbsdən azad edilir. Bu dəfə bunlar bu təklif edirlər. Qəbul eləmir. Və ondan sonra digər alim kimi tanınan insanların verdikləri rəylərlə, sonra nəsihətlərlə, tövsiyələrlə həmin insanın özünün qətlinə cavaz verilir, yəni icazə verilir və iki versiya var. Həbsxanada olarkən yaşlı bir dövründə
Bu adam ya zəhərlənərək, digər bir versiyada qamçılar nəticəsində qətlə yetirilir. Hətta ondan sonraki bir çox bəli, Abbasilərin ilk dövrlərində hətta. Ondan sonra gələn insanlar var idi ki, onun haqqında deyirdilər ki, bu adam qədər İslam dünyasına zərər verən bir insan yox idi. Halbuki bu nə etmişdi? Bu adam bir çox bəzi hədislər olsun, bəzi məsələlər olsun, onu qəbul eləməyərək bunu bir növ təhlil eləyirdi. Buna əhl-i rəy deyirdilər. Yəni düşüncə ilə məsələlərə yanaşan bir insan idi. Kritik düşüncə tərzi. Bəli, kritik düşüncə, bəli. O hətta kritisizm dediyimiz anlayış. Bunu qəbul eləmədilər, məhv elədilər. Niyə? Çünki insanlara düşünən beyinlər deyil, tam əksinə düşünməyən, kütlə psixologiyasına hərəkət edən insanlar lazım idi. Ona görə belə insanlar sevilmədi. Yoxsa o dini hakimiyyətlərə, həmin o qurumlara. Çünki həmin dövrdə məsələn mən bunu gündəmə gətirəndə bəziləri etiraz edirlər. Həmin dövrün məsələn indiki sosial şəbəkələri nə idi? Və yaxud da kütləvi informasiya vasitələri nələr idi? Məscidlər idi. İnsanları məscidlərə yığırsan, həftədə bir dəfə insanlar özləri gəlir. Cümə günü toplanırlar, Quran ayəsi var. Yığışanda orada nə edirdilər? Orada verilən informasiyaya görə həyatlarını tənzimləyirdilər. Cümə xutbəsində verilən oradakı qərarlar onların hökmünü, özlərinin düşüncələrini və s. formalaşdırırdı. Mən də bunu həmişə demişəm. Azərbaycanımızda da deyirəm, bir özünüz fikirləşin. İldə 52 həftə var. Bu 52 həftə ərzində hər həftə cümə günü insanlar özləri öz cibindən xərcləyirlər, vaxtları gedir, işləyən insanlara icazə alırlar, məscidə gəlirlər. Sən məsciddə həmin o 1 saat ərzində o insanlara nə verirsən? İnsan bu günlərim övladlarımızı hazırlığa göndərdiyimiz zaman heç olmasa bilir ki, bir kurs nəsə öyrənir, nəyəsə yiyələnir. Amma bu sən həmin o vaxtı öldürürsənsə, bu o insanların haqqına girmiş olur. Ola deyəcəklər biz orada oxuyuruq da, nə bilim. Əllərindən götürüb kağızı, sadəcə standart bir kağızdır bütün hər yerdə eynidir. Onları oxumaqdan ibarətdir. Bunu istəsəniz qoysanız telefonla da kimsə oxuya bilər. Süni intellekt də bunu oxuya bilər rahatlıqla və yaxud da maqnitofona əvvəl qoyurduq belə kaseti. O da oxuya bilər. O insan onsuz da görmürük, uzaqdadır. Sadəcə səsini eşidirik arxada oturduğumuz zaman. Yəni görsək də bir məna kəsb eləmir. Ona görə bundan başqa məsələn həmin o alimlərdən başqa eləsə var idi. Təbərinin özünü. Məsələn elə bir fətva verdilər ki, bu adam evindən çıxarıb öləndən sonra belə dəfn eləyə bilmirdilər. Onun özünü belə həmin dövrdəki jandarma deyə biləcəyimiz insanların nəzarəti nəticəsində ya çıxarıb dəfn elədilər, yaxud da elə öz evinin həyətində bastırıldığı kimi belə fikirlər, düşüncələr var. Yəni bu hər bir zaman müsəlman dünyasında da olub. Ondan sonra məsələn Əndəlüs Əməvi dövlətində yaşamış böyük alimlər, onlar nə edirdi? Bəziləri gətirib öz kitablarını meydanda yandırıb ki, bu insanlara bu kitablara dəyməz deyə. Yəni bunların sayıları çoxdur. Əslində mövzumuza kaş bu mövzu müəyyənləşdirsəydik, bununla bağlı çox ciddi məsələlər var, amma İslam dünyası bunu eləmir. İndi gətirək günümüzə. Məsələn, biraz qəribə gələcək. 21-ci əsrdə, texnologiya əsrində, süni intellekt dövründə Elşad Mirinin İslamda yoxdur adlı kitabının qadağan edilməsi bir inkvizisiyanın başqa bir forması deyilmi? Yəni adını nə qoyursunuz qoyun. Adı qoyulmamış artıq bu bir qadağalarda. Niyə? Oxumasın, görməsin, öyrənməsin, bilməsin. Yəni bunu müasir dövrdə də həyata keçirilirsə, görün keçmişdə nələr elədilir. Bu günləri mənim dediyim sözlərə, fikirlərə görə adamlar çox rahatlıqla əleyhimdə yüzlərlə, baxın demirəm onlardan, yüzlərlə videolar çəkilir. Bu həftə ərzində məsələn mənə göndərilən hardasa bir 10-a yaxın video var əleyhimdə. Nə edir? Sizdə debata çıxmaq istəyənlər də var məsələdə. Bəli, siz dediniz onu, Quranı inkar eləyir deyir. Baxın, mən də Quranı göstərirəm. Deyirəm, bu Quranı mı inkar eləyirəm, yoxsa ona verilən tərcümənin yanlışlığını mı qeyd eləyirəm? Siz buradakı verilən tərcümənin, məsələn, adamlar var, çıxıb da indi deyir, o boyda akademiklər belə. Ay kişi, o boyda akademiklər, biri yadınızdadırsa siz daha gözəl bilərsiniz, İlqar Əliyev idi, Azərbaycanın kökünü kimlərlə əlaqələndirirdi? Digəri də İlqar Əliyev. Digəri də məsələn Ziya Bünyadov nə ilə əlaqələndirirdi? Ondan sonra Fərdə xanımın özünün yazdığı Albanlarla bağlı məsələlərə görə nə qədər bu məsələlər oldu? Fərdə xanım Alban olubdu ümumiyyətlə, Albaniyanın tarixini öyrənirdi. İxtisası o idi, mütəxəssis idi bu məsələdə. Ona görə elə məsələ... Hələ Sumbatzadə də vardı, ümumiyyətlə başqa yerə qalıb çıxardı. Eşitməmişdim. Məsələn, elə məsələlər var ki, din sahəsində də gətirirsiniz ki, məsələn, keçmişdə qədimdə afroz edilən şəxslərdən biri kim idi? Martin Luther. Adamı niyə eləyirdilər? Adam deyirdi ki, qardaş, Almandır, ilahiyyat professorudur, dərs deyir, hətta arxasında yaxşı ki, prenslər dururdu onun. Deyirdi ki, bu əlimizdəki Bibliyanı heç din adamları özləri bircə dəfə oxumayıb.
tərcüməsini bilmirlər. Latın dilində idi o. Latın dilində, bəli. Bu deyirdi ki, bunu gəlin öz dilimizə tərcümə eləyək, insanlar oxusun. Etiraz edirdilər və axırda nə etdilər? Adamın özünə afroz elədilər. Roma papalığı. Bəli, təbii ki, Roma papalığı. Bu da ona görə getmir. Çünki özündən əvvəl baş verənləri bilirdi. Afroz edilənlərin necə öldürüldüyündən xəbəri var idi. 95 maddəli həmin o qəsrdə nümayiş elətdirəndən sonra, həmin o Bibliyanı da alman dilindən tərcümə eləyəndən sonra bu gün protestanlıq deyilən bir qruplaşma, yeni bir məzhəb formalaşdı. Və ondan sonra bütün Avropada elmin inkişafı başladı və ondan sonra alimlər çıxdı. Yəni hətta bu günlərim onunla bağlı da belə bir araşdırma da aparılır ki, katoliklərin yaşadığı yerlərə bir baxın, bir də eyni zamanda protestanların yaşadığı yerlərə baxın. Protestanların yaşadığı yerlərdə bir inkişafın olduğunu görürsünüz, amma katoliklərin yaşadığı yerlərdə tam əksini müşahidə etmək mümkün. Və onu İspaniyada, Portuqaliyada gözümüzdə. Təbii ki. Ondan sonra məsələn Cənubi Amerikaya keçdiyimiz zaman da görürük ki, orada İspaniyadan gəlir, Latın Amerikası. İspaniya və Portuqaliya. Amma orada bir məqam da var, Elşad bəy, çox önəmlidir. O əgər diqqətlə fikir veririksə, həmin o katoliklər yaşayan yerdə insanlar daha dindardırlar. O protestant, məsələn, ingilislərə deyirlər protestant deyirlər, amma onlar da anglikandılar da, həmən dinin davamı. Anglikanizm belədir də, onu başqa fərqləndirir. Çünki anglikanizm katolisizmlə protestanlığın ortasında olan bir. Amma protestantlığa yaxındır da daha çox. Müəyyən qədər. Kalvinizm var, o da ona yaxındır. Kalvinizm təbii ki, o hətta protestanlıqdan da öncə olan bir məsələ idi. Amma başqa bir tərəfini deyim. Məsələn, mən təzəlikcə Portuqaliyada oldum. Orada bir dənə Fatima deyilən bir bölgə var. Bilirəm, bəli. Bəziləri düzdür, bizdə Azərbaycanlı o dindarlar götürürlər ki, Fatimanı bu Peyğəmbərimizin qızının adı ilə əlaqələndirirlər. Amma o xristian olmuş bir Fatima idi, oradakı prens və s. Onun tarixi ilə bağlı qısa bir video hazırladım mən. Orada gedib özüm dəhşətə gəldim. Məsələn, bugün Avropa dediyimiz, dünyaya nə bilim işıq saçan və s. orada həmin o xristianların, katoliklərin müəyyən yerdən iməkləyərək getdiklərini gördüm. Bəli. Açıq bir şey deyim. Videolarını çəkdim. Şiələrin o zəncir vurması flagelantlıqdır. O da xaçpərəstlərdən gəlmədi. O Portuqallar Şah İsmayılları görür, oradan götürür. Tək onlardan da gəlmə deyil. Biraz da daha qədimə getdiyi zaman uzaq şərq dinlərində də bunu görürük. Təbii, o Misirdə filan da o. Yəni bir-birindən əlaqələndirilmiş İslama məsələlər. flagelantlıqdan gəlməsini deyirəm. Məhz İslama, çünki Portuqallar o dövrdə indiki İran körfəzinin əllərində idi. Acı bir şey deyim. İslama gəlmişkən bir məsələni də danışım. Keçən dəfə də bu məsələni müzakirə edirdik. Deyirəm ki, bizdə Merac deyilən bir anlayış var. Güya Peyğəmbərimiz Meraca çıxdı, belə bir fikirdir. Məkkədən gəlir güya Qüds şəhərinə, Yerusəlimə. Qüdsdə orada Məscid-i Aqsa deyilən indiki heç bir əlaqəsi yoxdur əslində. Həmin yerdən güya Buraq adlı Məkkədən bura qədər gəlir. Ondan sonra göyə qalxır, orada Peyğəmbərlərlə görüşür. Güya ondan sonra namaz göndərilir və s. Gəlir, yer üzündən qayıdır, o qayıdandan sonra Məkkəyə gəlir. Bunun özü belə ixtilaflıdır onlarda. Amma bunu araşdıranda baxırsınız ki, bunun özü belə Zərdüştülükdən gəlmədir. Təbii. Zərdüştülükdə Ardaviratnamə adlı bir kitaba baxsanız, orada bunun Çinvat körpüsü, o bizləri indi Sırat körpüsü və s. hamısının eyni ilə oradan gəlib bunu İslamlaşdırıb bizə təqdim edib. Məncə Zərdüştülükdən əvvəl İudaizmə gəlib, ondan sonra xristian... Yox, indi bir şey var orada. İudaizmə gəlməyi də bir maraqlıdır burada. Çünki məsələn suallar yaranır həmişə. İudaizmin özündə, yəni Yahudilikdəki mələk anlayışı hardan gəlir, axirət anlayışı hardan gəlir. Bilirsiniz ki, bu Süleyman peyğəmbərdən sonra eradan əvvəl 930-cu ildə həmin o krallıq iki yerə bölünür. Biri İsrail krallığı, biri Yahuda krallığı. O başqa. O İsrail krallığında olanlardır. İsrail krallığını darmadağın eləyir Assuriyalılar. Bəli. Bunu amma 587-ci ildə eradan əvvəl, yəni Buxtun Nasır darmadağın eləyir Yahuda krallığını. Buxtun Nasır da deyirlər onu. Nabukadnezar, bəli, ikisi də. Eyni addır. Onu oradan götürür Yahudada yaşayan, məsələn, necə deyim, heykəl taraşları, sənət adamlarını və s. gətirir Babilə. Babilistana, bəli. İndiki İraqda. Babildə, həmin orada Babildə sürgündə qalır bunlar. Təbii. 40 ildən 70 il ərzində qalan sürgündədir. Ona görə məsələn onlara Yahudi sözün bir mənası odur ki, Yahudadan gəldiyinə görə onlara Yahudi adlandırılmaya ehtimal var. Üzr istəyirəm. Yahud İsrailin oğlanlarından birinin adıdır. Onlar o nəsildə olduqlarına görə. Bölgə olaraq buradakı insanlar onu bilmir. Buradan gələnlərə deyirlər ki, ümumi olaraq şey yapdı. Məsələn İsraildə biz Tövrata görə deyirik ki, Yaqubun adıdır. Düzdürmü? Amma bir də var Bəni İsrail. Yəni biz elə bilirik Yaqubun övladlarına deyil. Amma başqa bir versiya da var ki, Quran-Kərimdə iki övladlardan gedir. Biri Bəni Adəm, biri Bəni İsrail. Mən başqa şey deyirəm. Baxın, gəlin onu mən deyim, sonra siz davam edin. Çünki burada həmin o ölkə iki yerə bölünəndə İsrail və Yahudi dövləti yaranır da, düzdür? Yahuda. Yahuda dövləti yaranır. Niyə ona Yahuda deyirlər? Çünki o 12 nəsildən onu
qalır İsrail bu dövlətdə qalır və qayıdırlar əvvəlki dinlərinə. Orada Yusufun da nəsli oradadır, Benyamin'in də, Lazarın da hamısının nəsli oradadır. Yusufun nəsli də itir gedir. Amma Yahudanın nəsli, bir də Levitdir. Levit nəsli niyə qalır bu tərəfdə? Çünki Levit nəsli birisi seyidlər kimi idi. Onlar ancaq dini işlərlə məşğul baxırdılar. Bu ölkədə qalanlar Yahudun nəslinin olduğuna görə və tək Allahlığı saxladıqlarına görə, o kitab əhli olduqlarına görə onların onun nəsildən olduğunu Yahud deyirlər. Vəssalam. İndi belə deyək də, onun nəsil dediyimiz bu günlərimdə ona deyirlər itkin nəsil. İtkin nəsildə də. Məsələn, Hindistanda da bəziləri çıxır deyir ki, biz həmin o itkin nəsillərik və biz Yahudiyik. Efiopiyadakı bilirsiniz ki, Falaşalar deyə bildiyimiz həmin o insanların qara dərli Yahudilər. Eyni zamanda qəribə gələcək bizim bir elmi konfransda oldu. Məşhədin özündə Məşhəd Yahudiləri deyilən bir anlayış var ki, o da itkin Yahudilərdən biridir və s. Amma buradakı məsələ nə idi? Mən nəyə gətirirdim əslində? Yahuda burada gələndə, Babildə olduğu zaman onlar da biz necə keçmiş SSR-nin əsarəti altında olduğumuz zaman müəyyən məsələləri dəyişdiklərinin şahidi olurduq, yaşamışıq şəxsən. Orada da Yahudada olanlar həmin dövrdə mövcud olan Babildəki din anlayışı batinilik dediyimiz, əsasən də Zarostranizm deyilən və yaxud da Zərdüştülük deyilən din idi. Yox, Babilistanda Zərdüştülük yox idi. Zərdüştülük var idi orada. İranda idi Zərdüştülük və onlar gəlib bunları azad edirlər. İran azad eləyir, böyük dara deyirlər. Bəli, orada da var idi artıq. Çünki tam olaraq yox idi. Ona görə onların Yahudiliyin oradan götürdüyü bir çox məqamlar da var. Yəni bunu hamısı bir-birindən bəhrələnir, yaxud da belə bir cavab da vermək olur. Bəlkə elə bunların hamısı doğru idi və eyni mənbədən qaynaqlandığına görə bunlar da bir-birinə oxşar. Gəlin mən sizə bir mənbə deyim, Məşəd bəy, baxın. Burada bilirsiniz ki, o İbrahim peyğəmbər özü indiki İran ərazisi, yəni Təbriz Urmiya tərəfindən çıxıb Ur şəhərinə gəlir. İndiki Türkiyə ərazisində qalır. Ona da Şanlıurfa ilə əlaqəli. Bəli, olsun da indi Şanlıurfa deyirlər və o tərəfə gəlir çıxır, düzdür? O gəldiyi yer var ha. Ora indiki Türkiyə ərazisidir. Orada zərdüştlük yox idi. O hardan çıxmışsa orada zərdüştlük var idi. İndi gələk İbrahim peyğəmbərin dövrü tamam başqa. Çünki bilirsiniz ki, İbrahim peyğəmbərə Yahudilikdə peyğəmbərlərin atası olaraq yanaşırlar. Peyğəmbərlərin atası olsa da, məsələn, onun oğlu İshak qəbul edildiyi halda digər oğlu İsmail qəbul edilmir. Bilirsiniz ki, cariyədən doğulduğu məsələsindən görə Sara və Həcə. Əvvələ gedirəm mən. Mən başqa şey deyirəm. Bax, İbrahim peyğəmbər indiki İran ərazisindən uşaq olduğu zaman atası ilə birlikdə çıxırlar, gəlirlər Ur şəhərinə, düzdür? O çıxdıqları yer var ha, orada zərdüştlük idi. Və atasının da adı Qurana görə Azərdir. Azər də qədim fars dilində od deməkdir, ateş deməkdir. Vəssalam. İndi o məsələ biraz bilirəm, sadəcə olaraq indi onun ciddi bir araşdırması gedir əslində ki, həqiqətən oradakı ata deyilən məsələ Azərdirmi? Və yaxud da ikinci bir versiyası da var. İbrahim peyğəmbərin özü həqiqətən atası o deyirlər, məsələn Quran-Kərimdə də keçir ki, bu adam bütlərin düzəldilməsi ilə bağlı bir təfsir verirlər buna. Oradakı məsələ də nə ilə bağlı idi ki, bəlkə elə deyir Nəmrud deyə bildiyimiz hakim elə İbrahimin öz atası idi. Çünki İbrahim həqiqətən oxumuş, intellektual, hətta Allah məsələsini belə mühakimə eləyən bir anlayış idi. Məsələn, deyir, ulduzlar mənim tanrımdır, deyir, batanları sevmirəm, günəş mənim tanrımdır, ay mənim tanrımdır. Ona görə bunu gətirirəm ki, bunlardan sonraki proseslər tamam fərqli şəkildə cərəyan edir. Əslində, indi bunun tədqiqatı aparılır ki, həqiqətən ərəblər İsmailin nəslindən gələnlərdirmi, deyilmi deyə. Bu biz indiyə qədər həmişə bunu bizə o cürə öyrədiblər ki, bunlar əmi uşaqlarıdır, Sami dil qrupuna məxsusdur. Məsələn, ərəblərdə salam deyiləndə onlar şalom deyirlər kimi, çox bir məsələn dişə sin deyəndə o biri şin deyir kimi. Yox, dil uyğunluqlar kökə, ona Sami dillərə görə. Hətta orada da arxaik dillər də var idi. Məsələn, Efiopiyaya var idi, o başqa. Bir də 7 dil var, qrupu var idi onlardan. Bəziləri artıq arxaik danışılmayan dillərdir. Yəni gətirdiyim nə idi? Bunların kökü gedir, hamısı deyək ki, bir-birindən əlaqələndirməyə çıxır. Hətta bütün dinlər eyni ehtiyat hissələrindən yığılıb. Bax belə desək daha doğrudur. Amma indi çox maraqlı bir məsələ var. Bütün dinləri biz araşdırdığımız zaman bunlar gəlir kökü əslində dinlər tarixində belə bir şey var, monoteizmə çıxır. Çünki politeizm dediyimiz çox tanrılı dinlər daha sonra çıxandı. Çünki bunlar da çıxanda, məsələn, monoteizm çıxanda Yahudi deyir, mən tək tanrılıyam. Xristian da deyir, mən tək tanrılıyam. İslam da deyir, tanrılıyam. Ondan sonra bundan başqa hətta biz türklər də deyirik, biz tanrıcı bir bəli, Tengri deyildiyimiz zaman. Bundan başqa hətta biz uzaq şərq dinlərindən Hinduizmə gedəndə onların Vedalarında belə tək tanrı anlayışının şahidi oluruq. Zərdüştlər də elədir. Zərdüştlərdə də elədir. Bəli, Ahura Mazda daha sonra Hörmüz məsələsinin
gəldiyinin şahidi oluruq. Yəni nəyə gətirəm bunların hamısını? Yəni din anlayışının kökündə əslində bunlar eyni olub, yol eynidir. Sonrakı dövrlərdə fərqli adlandırılıb. Məsələn, Yahudilik deyilən bir din əslində elə bir din olmayıb. Bu xalqın adıdır. Ona görə onun dinlər tarixində etnisite deyirlər. Yəni dinlə etnik quruluşun bir-birinin iç-içə girməsi. Məsələn, xristianlıq kimi idi? İsa'nın insanların məhs edilməsi ilə bağlı, yağlanması ilə bağlı və yaxud da Meşiyah, yəni gözlənilən kral olması ilə bağlı deyilən ifadə idi. Bunu Yahudilər lağ məqsədi ilə istifadə edirdi ki, xristianlıq sözü də ilk dəfə əsrlərlə sonra işləndi. Xristianlıq sözü xas sözündən deyil, bilirsiniz də. Xristos seçilmişdir. Təbii ki. Nəyə görə dedim onun yağlanmış, sonra gözlənilən bir Məsih. Çünki Yahudilikdə də kral nəslindən gələcək biri var, gözlənilən Meşiyah deyirlər ona. Onu gözləyir. İsa'nın kitabına görə belə. İsa'nın bəli, İsa'ya da deyirlər. Deməli orada tək bir başqa yerlərdə də var əslində. O da onu hətta şeyə gətirirlər. Bu Babil sürgünündən sonra Ezra və Nehemya bunlar gəlirlər. Məsələn, Ezra Tövratın yazılması ilə məşğul olduğu halda Nehemya deyir ki, dinin, dövlətin idarə edilməsinin qurulması ilə bağlı formalaşdırılır. Yəni onlara baxdığımız zaman çox ciddi, maraqlı məqamlar var, amma gəldiyimiz nəticə odur ki, əslində din eyni olur. Sadəcə dini sonrakı dövrdə insanlar fərqli adlarla adlandıraraq, fərqli yerlərə çəkərək bölübdülər, parçalayıb. Sualımın canı bundan ibarət. Baxın, mən sizinlə tamamilə razıyam. Deyən deyirəm, bütün dinlər eyni ehtiyac hissələrindən yığılıb. Amma sonra cəryanlar və gördüyümüz, bayaq dediyiniz o Martin Luther cəryanı ora gətirib çıxarır ki, bugün Almaniya var. Bugün İngiltərə var, Hollandiya var və texnoloji inkişaf var, doğrudur. Və bu günlərin bir neçə dövlət üzərinə İslam adını qəbul edilib. Biri Əfqanistandır, İrandır, gözümüzün önündədir. Mavritaniyadır. Mavritaniya siz dediniz, mən heç bilmirdim onu. Mavritaniya var, bir də Pakistan var məsəl üçün. Və hamısı da geridədirlər. Texnoloji cəhətdən, elmi cəhətdən, hər cəhətdən geridədirlər. Əfqanistanı da görürük, İran da gözümüzün önündədir. Amma Pakistan bir dənə nüvə silahı da var və Pakistan nüvə silahı o demək deyir ki, sən hələ irəlidəsən. Pakistanın özündə hələ indiyə kimi məsciddə bomba qoyub partladırlar və s. Keçən dəfə bəli, şiələrin olduğu bir məsciddə elə çox insanların yəni geyimləri, keçimləri də göstərir. Dostlarımızdır, qardaşlarımızdır. Biz əlbəttə ki, biz həm müttəfiq, amma olan şey biz həqiqətdə bura press klub, burada həqiqətlər söylərik. İndi ona sualım ondan ibarətdir ki, o elə belə soruşmadılar, üzr istəyiblər. O üzr istəmək məcbur qalıb. Mən Roma papasının bilirsiniz, onlar da elə məfhumatın içindədirlər. Gah qara tüstü çıxır seçiləndə, gah ağ tüstü çıxır seçiləndə. Onlar məcbur çünki cəmiyyət artıq qəbul edirdi ki, yer kürəsi Kopernikdən sonra elm elə bir yüksəlişi gəldi çıxdı ki, bütün insanlar başa düşürdü ki, yer kürəsi fırlanır. Günəşin ətrafında fırlanır planetlər, düzdür? Günəş bizim ətrafımızda deyil. Amma Quranda məsələn ayələr var da, məsələn, səhv eləyə bilərəm, siz mənə düzəldiniz zəhmət olmasa. 18-86 məncə. 18-ci surə, 86-cı ayə. Baxın zəhmət olmasa, 18-86-cı. Orada deyir ki, gün batan yerə gəlib çıxır Zülqərni, görür ki, orada bir xalq yaşayır, onlar orada yanlışda idilər. İndi Zülqərni istəsə onları düz yola da gətirə bilər, hansı ki, Zülqərni özü çox Allahlıqdandır, gətirə bilər. Yəni gün batan yer yoxdur. Gün dayanıb orada biz onun ətrafına fırlanır və onun yanında da heç bir xalq yaşaya bilməz. O kitabda o var, amma Avropa cəmiyyətinin Bibliyada da o sözlər var, ona bənzər sözlər var. Amma Avropa cəmiyyəti başa düşür ki, bu Bibliyada yazılıb da, əslində elm budur. Amma İslam dövlətlərində yaşayanlar orada yazılana inanırlar. 18-84. Bilirəm, Kəf surəsindədir. Doğru dedin nömrəni yoxsa? Bəli, doğrudur. Kəf surəsindədir. Çünki İsra 17-dir. Oradakı sadəcə məsələlər var. Bax, indi bunlara çox maraqlı bir şeyə toxundunuz əslində. İstəyirəm elə bunu haqqda da danışam. Buyurun. Biz indi deyirik protestanlar və s. ondan sonra əslində inkişaf ondan getmədi bilirsiniz. İnkişaf əslində intibat dövrü, Rönesans dövründən sonrakı gedən proseslər dindən uzaqlaşmaları. Amma təkan oradan başlandı da. Amma bir məsələ də var. Məsələn, Anglikanizmin özündə Isaac Newton bilirsiniz ki, orada bu universitetdə cübbəni geyməli idi. Sadəcə onların din anlayışını qəbul eləmədiyinə görə həmin dövrdə kraliçanın da razılığı ilə onu geyinmədən öz hərəkətini eləmişdi. Amma bu Isaac Newtonun dinsiz olduğu mənasına gəlmirdi. Çünki özünün dinlə bağlı yazdıqları science dediyimiz, elm dediyimiz yazdıqlarından daha çoxdur. İndi gəlirəm dediyiniz bir məsələyə. Məsələn, Quranda və yaxud da o alimlərin əksəriyyəti keşişləridir. Təbii ki. Çünki ilk məsələn ötən gün Facebookda bir status paylaşdım. Tarix oğurluğu, hırsızlığı deyilən bir kitab var. Onun 3-cü bölümünə gəlmişdim. Məsələn, orada bu günlərin biz ilk universiteti Avropada Bologna və s. bilirik. Amma onlar daha qədimlərə aparır, çıxarır və bu məsələlərin bir çoxunun oğurluq olduğunu qeyd edir. Çox geniş bir kitabdır. İndi ora girməyəcəm. Mövzunu nəyə gətirmək istəyirdim?
Məsələn, bu günlərim deyirsiniz, məsələn, Zülqərneyn. Birincisi, mənim üçün həmişə maraqlı olub ki, Zülqərneyn kimdir? Allah burada ad mı deyir, isim mi deyir, yoxsa bir sifətdirmi? Buynuzlu deməkdir desən. Məsələn, Qarneyn, qarnun sözü xəzinə mənasından da gəlir, buynuz mənasından gəlir. Qarneyn təsniyə deyirlər ərəb dilində 2 olur. Z sözü ərəb dilində zə, zi, zu deyə işlənir. Zəl qarneyn gedir həm də bir çox yerlərdə də. Zəl qarneyn bir şeyə sahib olan, 2 buynuz sahibi deməkdir. Bu kimdir? Məsələn, bunu araşdırırlar. Mən deyirəm ki, Quranda bir söz işlənirsə, bunun cavabını başqa yerdə axtarmayaq. Birinci Quranın özünə axtaraq. Baxaq görək başqa yerlərdə işlənirmi? Zülqərneyn deyilən şəxs əslində Süleyman peyğəmbərdir. Məsələn, Zülkifl gedir. Kəfalət sahibi. Kəfalət sahibi kimdir? Araşdırdığın zaman görürsünüz ki, xüsusi bir insan deyil bu. Məsələn, sorsanız ki, özlü dindar danışanlardan eləyəndən Zülkifl haqqında və yaxud da 3 dənə cümlədir. Birini də deyə bilməyəcək. Çünki Zülkifl Qurana baxdığımız zaman kəfalət sahibi Məryəmin kəfaləti verilən Zəkəriyyə ilə Tamam, bağlıdır. olsun İskəndər deyil, başqası da. Nəyə gətirirəm? Bəli, buyurun. Bu işlənən ifadələr var. Məsələn, baxırsınız ki, Süleymanın özünün əsası ilə bağlı Səba surəsində var. Tərcüməni elə verirlər ki, yəni qurd onu yedi. Bu da tık yıxıldı. Ondan sonra bildilər ki, Süleyman ölüb. Fikirləşsən ki, qardaş, bu cür yanaşma Allah belə sadə bir şeylərlə deyə bilməz burada. Yəni bunun arxasında ciddi bir metafor var və yaxud da mifik yanaşma var, ya da bir hadisə var. Ona cəvamül kələm, yəni az sözdən çox məna ifadə edən terminlər işlənir. Buna baxırsan ki, Süleymanın özünün həmişə duası nə idi? Məndən sonra heç kimə nəsib olmasın belə bir hakimiyyət və s. Halbuki özünün daxilində baş verən oyunlar nəticəsində Süleymanın səltənətinin darmadağın olmasından gedir söhbət. Siz bilirsiniz, tarixdə elə bir sərkərdə, elə bir hakim olmayıb. Çünki bilirsiniz ki, onunla bağlı bu... O ancaq Tövratda var adı. Nəyə görə gətirirəm? Ona qalsa Davudun özünü də, Kral David deyilən anlayışı, heç onu peyğəmbər qəbul eləməyibdilər. Süleymanın özünü, məsələn, hətta Tövrata baxdığımız zaman Süleyman orada kafir olaraq təqdim olunur. Amma biz Quran-ı Kərimdə Bəqərə surəsinin 102-ci ayəsində ona cavab olaraq görürük ki, deyir Süleyman kafir olmadı. Onda nəyə görə kafir deyirlər? Müxtəlif tayfalardan aldıqları xanımlarının bütlərinə sitayiş edir. Onların xoşuna gəlmək üçün deyir kafir olmadı. üçün ayrıca bir məbəd tikdirir. Bəli, Bəlqis deyə bildiyimiz Bilqeys üçün həmin o Efiopiyalılar nəsillərini onunla əlaqələndirirlər ki, yox, Yəmənlər də deyirlər. Onlar da Yəmən biraz bu tərəfdə qalır deyə. Amma oradakı məsələ nə idi? Həmin oradakı bu Süleymanın xanımları, Bilqeys və digərləri sonrakı dövrdə olsun, Quranda bunu demin onun xanım olduğu, onu izah edirlər. Hətta belə bir şey də deyim sizə, bayaqlarım adında çəkdiniz. Bax, məsələn, burada deyir krallar. Bir krallar başqa cürdür Yahudilikdə. Bundan başqa var peyğəmbərlər. Peyğəmbərlər də 2 yerə bölünür əslində. Ondan sonra bir də var, məsələn, Levilər dediyiniz. Sonra onların içindən ya Kohenlər deyirik, Harunun nəslindən gələnlər. Onlar da həm seyid, həm də din xadimi olaraq bu günlərimdə bilirsiniz ki, bunların nə idi? Məbədlərin adı nə idi? Ravi, sinagog. Sinagoglarında əsas olaraq rəhbərlik edən şəxslər onlardır. Və yaxud da bəzilərinin soyadlarına baxanda Kohen deyəndə onların nəslindən gəldiklərini bildirirlər və özlərinə görə də şəcərələr olduğunu onlara torpaq da verilməmişdi, bilirsiniz də. 12 nəslindən olan oğlanlar 11-nə torpaq verilmişdi, bunlara verilməmişdi. Bəli, onlara verilmişdi. Bəli, çünki sizin işiniz bu idi. Hətta bu günlərimdə ultra-ortodoks olaraq, Yahudilər olaraq bilinən xaridilərin özlərindən bağlı elə bir şey var. Orada da bilirsiniz də, onlar daha çox uşaq sahibi olmağa çalışırlar və işləmirlər. Hətta bugünkü İsrailin özünün mövcud sekulyar məsələsinə qarşı çıxırlar. Hətta bu günlərimdə etiraz eləmişlər, əskəriyyə aparılmaları ilə bağlı mitinq də keçirmişdilər. İndi nəyə gətirəm? Onlar küçədə döyürlər də bir-birini. Əlbəttə, həmin onların getdiyiniz bölgələrdə biraz, hətta qadınların görsəniz, elə bilərsiniz ki, o niqab zad geyinirlər, başları örtülü, hamısı örtülü olurlar. Bəli, onlar. Hətta çox maraqlıdır, məsələn. Bu hamısı oradan gəlir də. Amerikaya getsəniz, Amerikada məsələn New Yorkun yanında Brooklyn-də onların özlərinin çox məşhur yerləri var. Hətta Amerika yahudilərinin 6 milyondan 4 milyonda reformist yahudilər olaraq qəbul edilir. İndi nəyə gətirəm məsələni? Quranda işlənən sözlər var, ifadələr var. Mən deyirəm ki, bunu həmişə düzgün analiz edin. Məsələn, bir dənə yer var ki, deyir evə girdiyiniz zaman evin arxasından girmək olaraq tərcümə olunur. Deyirəm, qardaş, evin arxası mı var? Bunlar indi məsələn İngiltərədə və yaxud da Amerikada var ki, evin bir giriş tərəfi var, bir də arxa tərəfdə bağ tərəf var. Ərəb evlərindən baxdığınız zaman belə şeylər yox idi. Bu nə idi? Yəni işlənən deyimləri, metaforları fərqli şəkildə başa düşdüklərindən görə gətiribdilər. Məsələn, bu günlərim biraz əvvəl gələndə də söhbət elədiyimiz nə idi? Quran-Kərimin Nisa surəsinin 34-cü ayəsində. Orada qadınları döyün deyə tərcümə verilir. Məsələn, oğlana deyirəm, deyir ki, mənim qızımı heç kim döyə bilməz.
Deyirəm sənin ayəndə bu var. Məsələn, sələflərdə də belə bir şey var. Hətta qadınlara deyirlər ki, sizin ağlınız kəmdir. Sizin dininiz də azdır. Deyir niyə? Deyir Buxaridə peyğəmbərimiz belə deyib. Niyə deyib? Deyir ki, güya qadınlar regl dövründə namaz qılmırlar, oruç tutmurlar, Quran oxuya bilməzlər, açıb güya kitabdan. Nə bilim, həccə gedə bilməzlər, təvaf eləyə bilməzlər və s. Ona görə sizin dininiz zəifdir. Ağlınız da zəifdir ki, siz üsyan edirsiniz ərinə və s. Deyirəm, qardaş, bu 4 qız atası peyğəmbər belə bir söz deyir. Quranda isə bu yoxdur. Bunu nəyə əsasən deyə bilər? Belə bir şey barəsində Quranda var. Gəlirəm ora. Nisa surəsi 34-də. Orada vadribuhunna sözü keçir. Bayaqlarım dostumuz soruşdu ki, dedi İrşad, daraba sözü Quran-Kərimdə keçir, başqa mənada. Dedim, çox keçir, hətta Azərbaycan dilində də keçir. Dedi, nədir? Dedim, Yasin surəsinin 2-ci səhifəsini aç. Orada var ki, vadrib ləhum masalan ashabəl qarya. Ərəbcəsi budur. Dedim, mənası bilirsən nədir? Allah onlara deyir, vadrib, darabə, zarabə, vadrib ləhum masalan. Allah onlara zərbi məsəl çəkdi. Misal çəkmək. Mən ərəbcə bilmədiyimə görə bəzi o Yox, bunu da deyim burasında. Sonra deyir ki, məsələn, darb fil ard, yer üzünə vurmaq deyil. Yer üzündə gəzməkdir, səyahətə çıxmaqdır. Yox, qadınlar barəsində qadınları döymək də xeyr, qadınları döymək deyil orada. Qadınları olduğu yerdə, olduğu kimi buraxmaqdır. Sən qadını necə deyə bilərsən? Tərcüməni də veribdilər ki, o boyda akademiklər özbaşınalıq etdiniz. Yaxşı, onda eyni məntiqlə soruşaq. Kişi özbaşınalıq eləyəndə qadını nə edəcək? Onu kim döymək lazım? Mən sualım qaldı amma bir tərəfdə yaşadı. Ha, buyurun. Orada Zülqərneyni qoyuram bir tərəfdə. Çünki o biraz yayındı. Yox, niyə Zülqərneynlər o deyirsə günəşin batma və s. bunlar hamısı metaforlardır, onu demək istəyirəm. Yox, günəşin batması necə açacaqsınız? Günəş eşəndə batmır. Əlbəttə batmır da, onu demək istəyirəm. Özü orada çirkli suya batır. O da var axı. Bəli ki, palçığa bəli batır. İndi ora bütün o indi Pakistandakılar, Əfqanistandakilar ona inandıqlarına görə siz onlara desəz ki, burada düz doğru deyil, yer kürəsi dairəvidir, filan sürətlə fırlanır desəz, onlar sizi Məsələn, bu günlərim çox maraqlı oldu. Edam edə bilərlər. Onu demək istəyirəm. İndi 21-ci ildir. Baxın, cümləniz də yaxşı oldu. Bunu da göstərim. Təsəvvür edin, Qurani-Kərimdə bir insanın dindən dönməsi ilə bağlı, yəni mürtəd olması ilə bağlı bir dənə cəza yoxdur. Dindən dönəni öldürün, cəzalandırın. Günü necə izah edəcəksiniz? Günü baxmıraq heç yanda. Deməli onu yazan adam. Yox, təbii ki, ona gəlməmişəm mən. Onu tam araşdırmasını verməmişəm deyə onu tam açıqlaya bilmirəm. Ancaq elə olmadığını bilirəm, dəqiq olduğunu. Əlbəttə bir hamı bilir ki, gün heç yanda baxmır. Yox, təbii ki, amma orada verilənin də mənada olduğunu da onda geniş açıqlama verəcəm inşallah onsuz da. Sadəcə indi konkret olaraq deyə bilmirəm. Amma indi nə edirəm? Məsələn, bir insanın öldürülməsi ilə bağlı veriləndə. Baxın, Əfqanistanda bir insan dindən dönəndə cəzası nədir? Ölüm cəzası. Cəzairdə şiddətli cəza və yaxud da həbsxana. Bruneydə ölüm cəzası. Aşağıdan gəlim, Yəməndə ölüm cəzası. Ərəb Əmirliklərində birləşmiş ölüm cəzası ya da dayaq. Suriya qarışıqdır. Sudan ölüm cəzası, Somali ölüm cəzası, Səudiyyə Ərəbistan ölüm cəzası. Səudiyyə Ərəbistanda da. Onda demək onlar da Qurana düz başa düşməyiblər. Ərəblər özləri öz Quranlarını düz başa düşmürlər demək. Bilirsiniz, adam öldürürlər. İstədikləri kimi istifadə edirlər. Çünki onlar Quranı əsas götürmür. Quranla yanaşı hədisləri götürürlər. Çünki Quranda olmayanlara hədislər vasitəsilə Səudiyyədə də hədislər götürürlərmi? Özdə Səudiyyə hədisi ən birinci götürür. Və deyir ki, bu hədislər bu günlərim Peyğəmbərə verilən əlavə ikinci vəhdir. Quran kimidir. Sən onu inkar elədiyin zaman deyir kafir olursan. Buradakı özlərini məsələn cəmiyyət tərəfindən Vahhabi olaraq adlandırılan, Azərbaycanlılar tərəfindən özlərini sələfi adlandıran bu insanlar üzdə baxırsınız ki, normal danışıq və s. səmimi olanlar da var təbii ki. Amma mən bunların ciddi bir təhlükə olduğunu deyirəm. Niyə təhlükədir? Çünki bunların dedikləri, mən deyirəm ki, durun açıqlayın ki, IŞİD-dən fərqiniz nədir? Əl-Qaidədən fərqiniz nədir? Onların verdikləri həmin o hökmlər hansı sizə görə deyil? Məsələn, içki içənin cəzalandırılması. Sonra namaz qılmayanın, məsələn deyir ki, o ayə var ki, namaz qılmayan kafirdir. Kafir demək asan deyil. Bir adama kafir deyirlərsə, deməli bu adam artıq öldürülməlidir. Bu adam artıq müsəlman qəbirstanlığına dəfn edilməyəcək, ailəsindən uzaqlaşdırılmalıdır və miras nə verə bilər, nə də ala bilər. Bəs Allahın Musaya verdiyi 10 yasağı harda qaldı? Öldürmə. Birinci axı yoxdur. Əmr oldu ki, öldürmə. Amma bunlar ondan başqa Quran-Kərimdə Maidə surəsində var deyir, bir insanı öldürmək bütün bəşəri öldürmək. Bunu başa düşdüm, amma o sadəcə şeydir, tövsiyədir. Amma o 10 yasaq qanundur da, düzdür. Düzdür, Quranda 10 yasanın siyasi yoxdur. İsra surəsində 9 dənə ayədə onu görə bilirik. Hə, belə də, yəni çox araşdırsaz müəyyən qədər, amma Tövratda var da onlar. Və onların əsası öldürmədi, yəni öldürmə, oğurlama, onlar var. Eynidir, amma təsvir olsun ki, elə İsrailin özü də eynisini tətbiq edir. Məsələn, onlara da bilirsiniz, yadınızdadırsa o
Erdoğan o vaxtda dedi ki, həmin o 10 əmri gətirəndə ki, əsas məsələlərdən biri öldürmədi, ancaq sən öldürürsən Qəzzadakılara. Bunu da gətirmişdi və bu proseslər bilirsiniz necədir? Başqa bir misalda deyim. Xristianların özü deyirdi. Deyirdi, xristianlar özləri imperiya dini olmayana qədər nə qədər zülmə məruz qalmışdılarsa, imperiya dini olandan sonra onlar kimi düşünməyənlərə özlərinin məruz qaldıqlarının 2 qatını zülmə məruz qoymuşdular. Yəni eyni məsələdir. Buradan Holokosta məruz qalırsan... Onlar onu elə bir tarixdə saxlayıblar, amma burada həmən xristianların 300 il keçdiyi, 300 il bundan əvvəl keçdiyi ərəfəni bu ölkələr indi keçirlər. Məsələ ondadır. Təəssüflər olsun ki, elədir. Deməli, bura bir Martin Luther lazımdır. Onu da tez öldürərlər. Öldürərlər. Tez Martin Luther öldürmək istəyir, ona da ölüm cəzası verilmişlər. Martin Luther qoruyan kim oldu? Qorudu, Alman xalqı. Xalqı deyəndə daha çox baronlar dediyimiz o prinslər, şahzadələr qorudu. Çünki onun Martin Luther'in özünün kəndli üsyanında kəndlilərin tərəfində deyil, prinslərin tərəfində dayandığı da bilinən bir məsələdir. Təbii, təbii. Yəni həqiqətən bu məsələlər asan məsələlər deyil. Adicə məsələn sizə bir şey deyim də, bu bilirsiniz ki, Dövlət Təhlükəsizlik Xidməti bunun adını qoydu terror hadisəsi. Bu tərəfdən adam iftardan çıxır gəlir, millət vəkili Fazil Mustafanı deyirəm. Digər tərəfdən iftardan çıxıb gələn bir adam da onu güllələyir. Yəni bunun adı hansı dindir? Nədir bu? Yəni bunun adına nə deyə bilərsən? Məni də güllələmək istəyirlər. Yer gəlmişə həbs olundu. Yer gəlmişə həmən o adamlar məni də güllələmək istəyirlər. Həbs edib 10 listə verirlər. Sonra məsələnin başqa bir tərəfi də var. Eyni məsələni gətirək xristianlığa. Bu tərəfdən baxırsınız, Ukraynada pravoslav, Ruslar da pravoslav. Nə oldu? Bu müharibə başlamamışdan əvvəl Ukrayna Fənər Rum Patrixanəsinə özünün azadlığını aldı, ona otosefal deyirlər, qəbul elədi. Bunlar buradan qopdular və bir-birlərindən eyni dinin mənsubları, eyni məzhəbin mənsubları. Birbaşa Lavrunu vurur Moskva. Düz indi Moskvana vəzin verirlər, amma düz birbaşa özlərinin dini qəbul elədikləri və tikdikləri əsas kilsələr vururlar. Ona görə deyirlər də, bu din məsələsində həmişə sui-istifadə olunur. Məsələn, biz indi bildiyimiz dinlərdən danışırıq. Məsələn, bundan başqa götürək Buddizmin özündən. Buddizmin özü də Hinduizmin içindən çıxmış bir məzhəb idi. Amma onun Hindistanda bu günlərimdə onun mənsubu yoxdur, amma dünyanın ən böyük bu dəqiqə dininə çevrildi. Nüfuza görə, əhalinin sayına görə, deyək ki, Tayland olsun, Buddizm olsun və s. Çin olsun. Deməli, oradakı məsələ nə idi? Orada da həmin dövrdə İmperator Akosha öz ideoloji boşluğunu doldurmaqdan ötəri, o parçalanmanın qarşısını almaqdan ötəri onu rəsmi din elan edir. Bu günümüzə qədər də gəlib çıxır. Amma üzr istəyirəm, onun digər tərəfini də deyim. O buddistlərdə də belə insanlara həmişə nə deyirlər ona, ahimsa deyilən bir anlayış var. Yəni yaxşılıqla davran, nə bilim insanlara bunu elə. Onu deyən insanlar, amma bu mən ora da getmişdim. Myanmarda Arakan müsəlmanlarına qarşı törədilənlər, onları yandırılanlar, onu da törədənlər həmin o buddistlər idi. Təbii, Ashoka dediyiniz imperator barəsində məlumatlar əlində artıq çoxdur, yazılıdır orada, çünki ölkələr yazılı mənbələr vardır. İndi belə bir sual çıxır ortalığa. Bax, bayaq dediyim məsələsi, deyirsən, mən araşdırmamışam onu. Orada təkcə o ayədə deyil də, günün batması filan. Çünki o dövrdə insanlar, təbii ki, bu ilahi bir kitab və siz onu deyirsiniz ki, düz anlamırlar, düz tərcümə eləmirlər. Ona görə düz tərcüməsini oxumaq lazımdır. İnşallah siz onu tamamilə araşdırandan sonra ortalığa çıxardarsınız. Biz baxarıq görə orada həqiqi nə yazılır. Amma kimsə durub desə ki, bax bu gün, ki burada yazılıb ki, gün palçıqlı suya batır. Ay cəmaat, bunu o vaxt yazıblar da, bu əslində o vaxtki insanların düşüncəsinə görə gəlmiş, yazılmışdı. Biz hamımız bilirik ki, yer kürəsi bir planetdir, yer kürəsinin atmosferi var, yer kürəsi filan sürətlə fırlanır və ondan başqa planet, yəni günəş ətrafında sistem var, buna geosentrik belə bir sistem deyirlər, yəni günəş mərkəzində ona görə. Bu adam İslamda durub kimsə bunu desə, hansı dini xadim, onu nə gözləyir? Ki, bu düzdür, palçığa batmır da bu. Öldürülən insanlar az olmayıbdır. Məsələn, adicə ilk dövrlərdə mən sizə təkcə bir dənə məzhəb nümayəndəsi, ən böyük məzhəbin rəhbəri olaraq sayılır, İmam Əbu Hənifə. Ondan başqa, məsələn, Mu'təzilə deyilən bir qrup olub. Mu'təzilə ancaq ağla fikir veribdilər, önəm veribdilər və hədis məsələsini ikinci dərəcəyə qoyubdular ki, ona Quranın alternatifi olaraq və yaxud da Allah sanki orada tamamlamayıb, amma burada tamamlanıb kimi yanaşmayın. Çünki bu insanların verdikləri fikirlərdir. Bugün Buxarıya baxsanız, o qədər biabırçılıq məsələlər var ki, insan həqiqətən gündəmə gətirəndə belə utanır onlara. Məsələn, Peyğəmbərin bir gündə güya 12 xanımla, 9 xanımla birlikdə olması. Çünki o dövrdə o sayılırdı ki, o deməli belə... Xeyr, bu çünki bir şey var da, bunun dinə nə aidiyyəti var?
Yəni bunun mənə nə aidiyyəti var günümüzdəki insanlara? Yəni bu sadəcə və yaxud da bunu kim dedi? Peyğəmbər özü mü gəlib dedi? Yoxsa xanımları mı gəlib dedi? Yəni bu tipik bilirsən ki, kimə dedi? Buxarı ondan 150 il, 180 il sonra 200 ildən sonra çox yaşayır. Bəli. yaşayır. Yəni bunları hardan gətirib çıxarırsan, nəyə əsaslandırırsan? Bu dindirmi sənin dediyin? Təbii ki, deyil. Çünki insanlarımız təəssüflər olsun ki, bu məsələləri oxumadıqlarına görə, əllərində olanlara baxmadıqlarına, heç Quranı oxumayıbdılar. Quranın tərcümələrini indi acə siz bir misal gətirdiniz, Zülqərneyn, gün batma və sair məsələ. Mən sizə elə yüzlərlə ayə gətirə bilərəm. Çünki üzərində işlədiyim mövzulardan biri, məsələn, cavabını verdiyim mövzulardan biri idi ki, deyir Nəbə surəsi var, 78-ci surə, 33-cü ayəsində verir ki, ora gedən kişilərə üzr istəyirəm tamaşaçılardan da sinələri yenicə çıxmış qızlar veriləcək. Cənnətə düşəndir. Cənnətə düşəndir. Mən soruşurdum ki, bunu bax məsələn də sinariya bu uşaq deməkdir də. Sən pedofilliyi mi gətirirsən? Allah belə bir söz deyə bilərmi? Məsələn, müasir ərəbdən də sorsan, kavaib sözü varmı belə bir mənası? Yoxdur. Hardan çıxardırsan? Nə var da var keçmişdə bir nəfər ağıllı dırnaqarası pedofil bu ifadəni işlətdiyinə görə amma bütün tərcümələr elədir. Bütün tərcümələr. Niyə? Çünki ilk dövrlərdə kimlər eləyibsə, ondan sonra gələnlər hamısı onu eləyib. Məsələn, mən Ruscası da elədi, Ruscası Türkçəsi də elədi, İngiliscəsi İngiliscəsi də hamısı elədi. Amma İngiliscəsi də yox. Artıq dəyişən bir neçəsi var. Məsələn, birinin deyim Muhammed Əsəd deyə adı ilə məşhurdur. Qəbridə İspaniyada da, Andaluziyada. O adamın elədiyi tərcümədə artıq orada nə sinə var, nə bir nəfər istisna ola bilər. Bir nəfər deyil, artıq var. Yəni yeni var. Sadəcə mənə maraqlı idi ki, Valeri Poroxova bir qadın bunu necə eyni şəkildə tərcümə edə bilərsən? Çünki adam mövcud olanın üzərində tərcüməni verirdi. Araşdırmırdı ki, kavaib sözü görüm Quranda başqa harda keçir, hansı mənalarda keçir. Valeri Poroxova ərə gedəndən sonra İslamı qəbul edib. Suriyeliyə ərə getmişdi. O ərə gedəndən sonra İslamı qəbul edib. Elədiyi tərcümədə biraz daha bədii üslubda elədiyi tərcümə idi. Kraskovskidən nə ilə fərqləndi ki? Və yaxud da digərlərinə. Bizim alimlər də elədi də. Məsələn, tərcüməni veribdilər. Deyirəm, super, bunlar möhtəşəm, ilk dəfə elədilər. Allah razı olsun. İndi gəlin, üzərində düşünək. Bax, mən deyirəm ki, keçən həftə statusumda bunu yazdım. Deyirəm, siz bu kitabı Vasim Məmmədəliyevlə Ziya Bünyadova aid olduğu iddia edilən Quran tərcüməsini hər görüşəndə gələn qonaqlara, bəli, qonaqlara hədiyyə verirsiniz. Möhtəşəm, gözəl. Amma deyirəm, verirsiniz və tədbir keçirirsiniz din zorakılığa qarşı. Zorakılığa qarşı olan yerdə götürürsünüz bunu paylayırsınız, kafirləri harda gördünüz öldürün, qadınları orada döyün, nə bilim Yahudilər bizim nə bilim lənətlənmişdi və s. misal üçün. Bunu verirsiniz. Biri açıb oxusa, oxumurlar yaxşı ki. Oxusa, bunu desə, siz nə cavab verəcəksiniz? Yəni mənim onunla bağlı yazdığım kitab 2006-cı ildə çap olunmuşdu BMT-nin Əhali Fondu tərəfindən. Və həmin dövrdə buna etiraz eləmişdi dini komitə özü. Mən orada təzə işdən çıxmışdım. Etiraz eləmişdilər ki, Quran tərcüməsinə ziddir. Belə bir tərcüməni verə bilmərik ki, qadınları necə döyməmək olar. Ayədə var axı. Artıq başqa cür düşünə bilmir deyə biz də elə yetişmişik. Mən indi bugün belə rahat danışmağıma baxmayın. Çünki mən özüm onlara inanıb gəlmişəm. Bu günlər həmin o inandırılan bizə, oxuduğumuz, orta məktəbdə də mən İlahiyyat kolleci oxumuşam. Ondan əvvəl mədrəsə oxumuşam, bakalavr, magistr və universitetdə illərlə dərs demişəm. İndi gəlmiş bir insan həmin o iddialara, fikirlərə həqiqətən əks arqumentlər kimi yanaşıram ki, bu belə ola bilməz. Niyə? Çünki ağır bir məsələdir. Bunları araşdır, gətir, bunları çıxart. Məsələn, İnnəlil muttəqinə deyiləndə burada müttəqilərə qadınlar da daxildir, yox, bəli, daxildir. Belə ola bilərmi? Sonra baxırsınız ki, orada cariyələr gətirirlər. Cariyənin deyir, evli olub olmadığına baxmadan Azərbaycan dilində ilk Quran tərcüməsi var Mir Məhəmməd Kərim Bakuvinin. Hətta Hacı Zeynalabdin Tağıyev deyir, onun ağırtdığı qədər də qızıl veribdir bu tərcüməyə görə. Bu adamın özünün qoyuram bir kənara adamın necə olub olmamağa. Həmin o tərcüməsinə baxıram. Yaxşı ki, onu müasir dövrdə çıxartdılar, satışda olmasa da. Qafqaz Müsəlmanları İdarəsinin adını, Allah şükürün adını yazdılar deyə. Bunlar, məsələn, əldə elədim o kitabı. Yəni, gedib hər yerdən tapa biləcəyiniz bir kitab deyil, kitabxanalardan və s. Orada baxıram ki, hətta evli bir qadın əsir düşür, onu belə üzr istəyirəm, yatağa atılmaqdan bəhs olunur. Deyirəm, sənin Allah təsəvvürün, Allah anlayışın, Allah inancın budurmu, qardaş? Amma ayə 33-50-də ümumiyyətlə, məncə onu... 33-50 Əhzab surəsindən gətirirsiniz. Mənim dediyim Nisa surəsinin... Bildim, amma orada siz dediyiniz məqam birbaşa Peyğəmbərə şamil olunur. Xeyr, oradakı da başqadır. Baxın, 50-ci ayədə də gətirib çıxarılan məsələ nə idi ki, sənə halal edildi, kimlər halal edildi, əmin qızı, əmin oğlu. Bu onsuz da halaldır da. Bunu niyə deyir? Mən də o fikirləşirəm, niyə deyirəm? Çünki buradakı... Təkcə əmisi qızı, bibisi qızı, dayısı qızı deyir. Orada xoşun gələn qadınlar və səndən xoşu gələn qadınlar hamısı. Yaxşı, o zaman mən də sual verirəm. Bir adam başı bağlıdırsa, bunun nəyinə xoş gələcək Peyğəmbərə?
Və yaxud da deyir ki, özünü sənə hibə eləyənlər, hədiyyə eləyənlər, nəyini hədiyyə eləyənlər, mehirsiz gələnlər. Qardaş, peyğəmbərin nə qədər xan vardı? Allah bunu mu düşünür? Ona görə deyirəm ki, Əhzab surəsi 37 də var. Siz 50-ni deyirsələm, oradakı öz oğulluğunun boşamış xanımını almaq məsələsi və s. İnanın bunları araşdıranda gətirib çıxır ki, heç bu söhbət Məhəmməd peyğəmbərə aidiyyəti yoxdur. Rəvayətlərlə gətirir. Bu hara gəlir çıxır bilirsiniz, siz onu biləcəksiniz. Buyurun, buyurun. Tövratda Davudla bağlı bir məqam var. Bəli. Oradakı nə idi? Öz sərkərdəsinin arvadına necə alır? Ərini göndərir. O döyüşə. Döyüşə, orada öldürülür. Hətta bunun planlaşdırır. Öldürür də, gəlməsidir. Hətta belə deyil. Qardaş, bu əslində ayə Davud peyğəmbərin bunu etmədiyi ilə bağlı olan bir məsələdir. Yoxsa bu heç bir şeyə aidiyyəti yoxdur. Necə etmədiyin? Axı yəni Tövratda elə yazılıb bax. Tövratda yazılanlar doğru deyil axı. Məsələn, Tövratda onun qalsa yazılıb ki, Lut peyğəmbər qızlarla yatmalı. Bəli, yatıb mağarada içib yatıb. Var da yazılıb da. Yazılıb deyə. Təkcə Tövrat Bibliyada, yəni ikisinə aiddir. Yox, ikisinə aid demirik. Çünki İncildə bunlar yoxdur. Bilirsiniz ki, həmin o hissə Evangeliyada yoxdur. Yox, Evangeliya ümumiyyətlə insanın həyat səhifəsi. Bibliya deyəndə Bibliya ikisidir. Mən də onu deyirəm də, yəni ikisi bir yerdə deyirəm. Xeyr, Bibliyada həmin o Evangeliyanı çıxırsınız, qalır yerdə Tanaq. Bəli. Tanaqın da hansı bölümündə var? 3 hissəsi var. Buru var Tora, ikincisi var Nəbiyim, üçüncü var Kətubim. Tora hissəsində var bu. Vetxi Zavetdə, yəni belə deyək. Biri var Novi Zavet dediyimiz Evangeliya, Vetxi Zavet dediyimiz Tanaq. Bəli, bəli. Çünki Yahudilik öz kitablarını bu cür adlandırmır. Bu xristianların adlandırması. Təbii, mən onu deyirəm, yəni bu var prizmadır. Amma burada Amma eynidir, mətn eynidir. Hə, orada gedən söz deyirəm. Amma bu o demək deyil ki, doğrudur. Məsələn, başqa bir misal verim. Mən də demirəm ki, doğrudur, amma var da orada yazılıb. Tamam, hər yazılan doğrudur. Ona qalsa bütün ermənilər də hər yerdə onlara ayə demirlər. Psalm deyirlər. Ya fərq eləməz də, indi mən mənası mahiyyət eyni. Amma ermənilər də hər yerdə, bütün dünyada müxtəlif dillərdə yazırdılar ki, Artsaq ermənilərindir, Ermənistanındır. Hər yerdə başqadır, dini kitabda yazılmaq başqadır. Yaxın da onların da öz dini kitablarına sala bilərlər də, heç bir problem yoxdur. Məsələn, ondan başqa bilirik, biz sadəcə Tanaqdan danışırıq, hələm Talmuda girmirəm, Gemeriyaya girmirəm, Mişnəyə girmirəm. Yəni ondan sonra Talmudun özünün Babil Talmudu ilə... Hər kitabda var da, burada da var, orada da var, yəni şeylər deyirik. Bir dənə yerdədir, həmin orada, bir yerdədir. Yox, Davudu demirəm mən, mən deyirəm ki, ona bənzər. Hə, bənzəri nədir? Orada yəni demək istədiyim nə idi? Mən sənin bayaqlarım nə dedim? Süleymanın deyir, kafir olmağından bəhs olunur, düzdürmü? Amma Quran deyir ki, o kafir olmadı, ona bəraət verir. Davudu da burada o cürə təqdim edir, onun o cürə olmadığını bildirir. Biz orada Məhəmməd peyğəmbərin adı cəmi cümlətən Quranda gəlmişkən Süleyman həmən o qadının uşağıdır. O sərkərdəsindən getirdiyi arvadıdır. Amma hətta Süleyman peyğəmbər o qadının oğludur. Deyilir. Əsası yoxdur. Nədə yazılıb? Başqa deyiləsi yoxdur. İndi yaxşı, mən başqa bir misal da verim. Ona qalsa Tanahın özündə yox, Talmudda da İsa peyğəmbər haqqında nə yazılır? İsa peyğəmbər haqqında yoxdur orada bir şey. Siz Evangelidə deyirsiniz, yoxsa necə? Talmudda dedim. İsa peyğəmbər haqqında orada bir şey yox. Talmudda onun zinakardan dünyaya gəlməsi ilə bağlı Roma sərkərdəsinin təcavüzü nəticəsində gələn zinakar kimi təqdim edilir. Ona rast gəlməmişəm mən. Talmudu gərək oxuyasınız. Talmud da 2 bölümdən ibarətdir. Biri var Babil Talmudu, biri var Yerusəlim Qüds Talmudu. Bunlar başqa-başqadır. Ondan sonra da gəlir Mişna. Onlara gec çıxmamışam. Bəli, çox şeylər. Onların məsələn xasidlərin özlərinə hələ xaridiləri qoyuram, mistik olaraq yanaşmalarında, məsələn, o kitablar İsa'ya qədər yazılıb. Ona görə deyirəm ki, o dediyiniz kitablar İsa'ya qədər yazılıb. Ona görə onlar İsa haqqında orada bir şey ola bilməz, başa düşürsünüz. Yox, elə deyil də. Məsələn, oranın Yahudi tarixi ilə bağlı ən böyük tarixçi Flavidir də. Yaqub, tarixçi Yaqub deyə. O eyni dövrlərdə olmalıdır ya da Yaqubdan Flavi İsa dövründə yaşayıb. Tatsitdə Flavidir. Və bunlar Romadan yazılır. Həmin o yazılanlarda bu məsələlər var. Hə, tarixçilər yazıblar deyirsiniz. Talmuda da girir də. Talmudun da yazılma məsələn Talmud İsa'dan əvvəl yazılıb, çox əvvəl yazılıb. Yox, sonralar yazılıb. Məsələn, şey nə vaxt yazıldı ki, Musa nə vaxt yaşadı? Musa İsa'dan çox əvvəl yaşayıb da, təbii. 1000 ilə yaxın deyək ki, əvvəl, düzdür. Amma əlimizdəki Tövrat nə vaxt yazıldı? Yox, mən Tövratın yazılmaq tarixindən Çünki gəlib o da Musadan əsrlərlə sonra yazılıb. Təbii, amma İsa'dan sonra heç bir kitab yazılıb. Yazılıb. Çünki niyə? Ancaq Evangeliya yazılıb. Yox, Evangeliya yox. Xristianlıqla bağlı olan yazılar var ki, onlar orada Xristianlıqla bağlı var. Amma mən Yahudilərin direkt kitabları yoxdur. Buna təfsir deyirlər. Təfsirlər yazılır. Məktubları var, apokriflər var. Onlar var hamısı var. Apokrifləri onlar özləri adlandırırlar da apokriflər. Bilirsiniz ki, məsələn, səhih olanlara kanonik deyirlər, səhih görmədiklərinə apokrif deyirlər. Bu tamaşaçılarımıza biraz ola bilər dərin şeylərə gedir. Gəlin bir sual da mən sizə verim. Biz tarixdə kəramətlər var. Hansı bizim kəramət, yəni dostumuzdan getmir söhbət tarixdə, hansı ki o daşı Məkkədən götürüb aparıb Bəhreyndə
Ruslarda karmata deyirlər onlara. Bizdə ki, kəramətlər deyir. Yox, qaramayitlərdir, qaramayinlərdir. Ola bilər elə. Yəni İbn Kəramətin nəvələridir, yəni belə danışaq. Onlar götürüblər o daşı orada və onlar müsəlmandırlar. Siz Qaradaş deyirsiniz. Bəli, bəli, bəli. Aparıb Bəhreynə 80 il bilirsiniz, yaşayıb, saxlayıblar onu. Biraz təhqir 22 il. O 22 il, illər boyu saxlayıblar və sonra onu pulla tezdən alıb gətirib o qoyublar o çərçivənin içinə də. O adamlar müsəlman idi. O adamlar deyirlər ki, o daşın başına fırlanmaq olmaz və daşdan pul çıxartmaq olmaz. Siz daşdan pul çıxardırsınız və ona görə də bu məsələni bitirmək lazımdır. Hətta o daşı Bəhreynə apardıqları dövrdə heç bir həcə gələn insanlar buraxmırlar. Oranı qadağan edirlər. Heç kim gələ bilmir bunlar. Siz o danışılmamısınız yalnız. Yox, danışım mən o vaxtda. Yəni sizcə əslində o vaxtda bir video da hazırlamışam mən. Təsəvvür eləyin, bu Kəbədir deyək ki. Bu Kəbənin yanında mən özüm dəfələrlə olduğuma görə deyirəm. Bax, balaca bir dənə yerdir orada. Ona deyirlər Həcərül Əsvəd. Əslində bunun adının güya Həcərül Əsəd, yəni xoşbəxtlik daşı adı veribdilər. Güya ağ olubdu bu. Günahkar insanların əlini sürtməsi ilə qaralıb kimi versiyalar var. Ona görə Əsvəd Qaradaş deyirlər. Bu Qaradaş əslində cəmaət elə bilir bu boyda daşdır. Cəmaət əlini söyləyir. Mən o vaxt mən də o düşüncədə idim. Mən sizə danışıram 2008-ci ildə. Ora gedəndə mən də istəyirdim əlimi vurum, öpüm, neyniyim. Orada insanlar çıxıb orada Allahu Ekber qışqırmaqdan görəndən sonra yaxın durmadım. Əlimi belə sürdüm, çıxartdım. Çünki orada qadın, kişi qatışıb bir-birinə. Görmüşəm mən o kadrları. Yəni bu Həcərül Əsvədin heç bir dini xüsusiyyəti yoxdur. Heç bir özəlliyi yoxdur. Heç ənənəvi din anlayışında, yəni bu günlərin bizə təqdim edilən İslam anlayışında belə bunun bir özəlliyi yoxdur. Onda qəramətlər haqlı idilər də. Əlbəttə haqlı idilər. Mən onu soruşuram. Yəni nəyə gətirirəm? Çünki burada bilirsiniz ki, Sultan Süleyman Qanuninin də Türkiyədəki qəbrinin üzərində həmin o Qaradaşdan bir şey olduğu deyilir. Hətta Naxçıvana getsəniz, Əsəb-ül-Kəf deyə bilinən yerdə orada da Qaradaş olduğu iddia edilir. Yəni bu Qaradaş əslində orada heç nəyə qalmayıb, bilirsiniz. Orada balaca şeylərin yapışdırılmasıdır orada. Cama oranı yağlayırlar, sürtürlər. Mikrob yuvası elə siz sonra. Yəni bunun İslam'a nə aidiyyəti var? Bunu elədiyin zaman sən nə olursan? Adamlar hətta mənim həmin vaxtda yaxşı xatırlayıram, onu illərlə də əziyyətini çəkdim. Qaradaşa yaxınlaşmaq istəyəndə bir qara dərli qardaşımız necə ayağımın üzərinə vurdu ki, baş barmağımdan qan fışqırmışdı. Ondan sonra ona saxladım, dedim ki, bax sənin bu elədiyin zülümdür, amma onu gedib öpmək istədiyin sünnədir, hədis deyə gedirsən, o başladı ki, affən, nə bilim, bağışlayın. Heç nə, vecinə almadı, getdi. Yəni bu günlərimdə, bax, bir dəfə onu deyirəm ki, yəni bu Qaradaşın bir əhəmiyyəti yox, bir özəlliyi yox, bir xüsusiyyəti yox, sənin yaxşı insan olmağına və yaxud da sənin daha əxlaqlı olmağına bir təkan vermir də. Bunun orada olmağın mənası nədir? Sadəcə bilirsiniz, ondan da kənar, bax, düz burada elə bir Kəbədir. Kəbənin yanında bu boyda bir yer qoyubdular. Onun da adını qoydular Məqamı İbrahim. İbrahimin məqamı. Orada nə var o Şuşada? Bu boyda bir yerdir. Orada da gəlib arxasında güya namaz qılırsa, orada da çox izdiham yaşanır. Nədir? Güya İbrahim Peyğəmbərin ayağının izi. Bu bilirsiniz yadıma nəyə saldı? Kadirov, Çeçenistan prezidenti, Peyğəmbərin tükü deyə bir tük gətirir və təyyarədən düşəndə, onun videosu da var, tamaşaçılar da baxa bilərlər. Gələndə orada bir ayinlər təşkil eləyirlər, orada o sufiliyə uyğun olaraq nə bilim mahnılar oxumaq, hoppanıb düşmələr və s. Üzərindən bir müddət keçəndən sonra məlum olur ki, Kadirovu alladıbdılar. Bu Peyğəmbərə aid bir tük deyilmiş. O da başladı bunu halqana neçə milyon. Eyni bir məsələ nədir? Bilirsiniz necədir? Din anlayışını bizə belə təqdim edirlər. Din reallığı sevir. Məntiqi sevir. Çünki din, baxın bizdə iman deyəndə nə başa düşülür? İman inanmaq, xeyir. İnanmaq sözünü, bayaqlarım haqqında danışdığımız Kəhf surəsindən baxdığımız zaman orada 3 formada deyilir. İnanmaq bilməkdir, inanmaq birləşdirməkdir, inanmaq həyata keçirməkdir, əməldir. Bu eləmirsənsə bu iman deyil. Bu sadəcə sənin iddiandır. Ona görə deyir, ya yühəlləciyinə əmənu, ey iman gətirdiyini iddia eləyənlər. Bax, sizin indi dedikləriniz həmən qəramətlərin elədiklərinin o vaxt əməlinin davamıdır. Mən bir şey deyim, orada bilirsiniz də şeytana daş atmaq, özünüz görürsünüz. Şeytana daş atmaq yoxdur ki, Quranda zətdə heç yerdə. Yoxdur, təbii yoxdur. Xeyr, bunlar sonradan uydurulmuş məsələlər danışır. Şeytan var, öldürənmədiniz, nə oldu? Pul gəlir əməlli başlayır. Heç pul ondan gəlmir, daş satmırlar. Bu bəzən nə edirlər? Mən sizə bir şey deyim, yaşlı adamlar olur. Deyir ki, ay bala mən gedəmirəm, sən get orada mənim yerimə daş yığ ki. O da gedənlərə biraz pul verirlər, o çayovoy dediyimiz şey. Yoxsa özəl bir satış şeyi yoxdur. Ya da yığıb kimsə gətirir, hə bunu deyə bilər. Yəni o neynir xırda məsələni götürsün də. Düzdür, milyonlarla dirəsə ilə güllələyirdi oranı mən. Misal üçün də, yəni yanaşması odur.
Ora gedəndə elə bir şeydir ki, daşa daş atırsan. Bunu verirdilər ki, güya içində günahlarını tutub atırsan, nə bilim nə edirsən. Dedim, onda orada yaşayan insanlar hamısı... Quranda nə var o barədə? Heç bir şey. Heç bir şey. Heç bir şey. Deməli, ora fırlanmağın, o belə şey... Orada onunla bağlı, məsələn, mənim bir neçə dənə videom oldu. Hətta videomdan sonra çox ciddi bir məsələlər də aktualdır hələ də. Məsələn, adamın süzmə demədim. Təvaf eləmə məsələsində deyirəm ki, qardaş, burada təvaf sözündən Quran-Kərimdə bax ki, gör başqa hansı mənadır. Əslində bu, mən deyirəm ki, dünya ölkələrinin birlikdə olduğu, məsələn, Birləşmiş Millətlər Təşkilatıdır. Millətlər Təşkilatı idi ondan əvvəl. Yəni, bir araya gəlib, New Yorkda yığışıb da bir mərkəzdir və yaxud da Səudi Ərəbistanda yığışıb bir mərkəzdir. Dünyadakı məsələlərin, problemlərin çözüm yeridir. Sən bu günlərim orada Minada milyonlarla çadır var. Sən o çadıra bir dəfə Suriyadan qaçanları açdınmı? Yəməndə bombalayırsan, oradakı insanlara yardım elədinmi? İraqdakı insanlara köməklik elədinmi? İran müharibəsində köməklik elədinmi? Yəni məqsədin nədir? Hələm bunu qoyuram müsəlmanlara bir kənara. Əslində burada müsəlman olmayan anlayış yoxdur. Bu gün bilirsiniz ki, ora müsəlman yazılmayan insan girə bilmir. Halbuki onların gətirdikləri ayə nə idi? Ey insanlar, insanları dəvət eləyir. İnsan deyəndə, qardaş, bu günlərim Ukrayna-Rusiya müharibəsində Ukraynaya bütün Avropa qapılarını açdı, sən açmalıydın. Müsəlman qonaqpərvərliyini göstərməliydin. Oradakı insanlara dəstək olmalıydın. Bu məsələlərin... Amma qaçqın müsəlmanlara da Avropa qapını açır, yeri gəlir. Təəssüflər olsun ki. Yəni, ona görə deyirəm ki, bu məsələlər elə bir məsələlərdir ki, indiyə qədər din anlayışı çox yanlış şəkildə təqdim olunur, tərcümə olunur, elə təriflənir. Adamlar bunun üzərində böyük bizneslər qurulub. Zarafat deyil. Siz təsəvvür edin, getmək üçün özünüz gətirirsiniz Qafqaz Müsəlmanları İdarəsindən $10.000 burada verirsiniz. $10.000. 5-6 min dollar da 10 mindən çox da nə qədər $6.000 idi. Burada verirsiniz. Gedəndən sonra da orada təkcə səhər yeməyi oteldə verirlər. Qalanlarını digərlərini gedib gündəlik yeməlisiniz. Üstəgəl qurbanı da cibinizdən verməlisiniz. Antalya'dan 10 dəfə bahadır ki. Əlbəttə. Yəni bunlar deyirik ki, misal Antalya'ya niyə gedirsən, Bodruma niyə gedirsən? Deyirəm qardaş, ora gedən biznes din məqsədi ilə getmir. Özü bilir, istirahət məqsədi ilə gedir. Sən amma din adı ilə gedirsən. Bu məsələ təkcə burada deyil. Vatikana getdin. Nəyinirsən orada? Papanı görəcəksən. Nə olacaq? Çıxıb sən xütbə verəcək. Onlayn dinləyə bilərsən də. Nə problemdir? Və yaxud da kimsə konsertinə gedəndə. Konsertdə heç o musiqinin qulaq asamırsan, amma deyək ki, mahnıda daha gözəl şəkildə dinləyə bilərsən. Misal. Və yaxud da bu günlərim hara gedirlər? O Fatima dediyimiz bölgəyə, dünyada ən böyük ikinci ziyarət edilən ərazisi baxımından xristianların həcc olaraq qəbul elədikləri yerdir. Nə idi orada? Təsəvvür Şam hər yerdə görmüşük də necədir? Kilsələrdə 1 evro, 2 evro, 5 evroya alırsan, yandırırsan, qoyursan ora. Burada onlara dəstək olur. Oradakı videolarını çəkmişəm, təsəvvür Şamlar bu boyda. Qoyursunuz, şamı üstdən yandırarsınız da, bu altdan yandırıbdılar. Veribdilər, əriyir, tökülür, təzdən o istehsal olunur. Orada satış da yoxdur, kameralar qoyubdular, kartdan alırsınız, ödəyirsiniz. Amma indi təzə şey fikirləşirlər, mən Romada gördüm, bilirsiniz nə edirlər? Şam formasında lampalardır, lampalar. Görmüşəm onu, var. Pulu atırsan, belə yandırırsan, lampa yanır orada, bir dəqiqə yanır. İndi bir dəqiqə Estoniyada da nə var idi? Kağızlar qoyubdular, həmin kağızları da götürmüşdüm. Dua üçün, nə bilim nə üçün. Eyni şeyi mən o vaxtda, indi bilmirəm var ya yox. Təzə pirdə görmüşdüm ki, girəndə Yasin kağızı, nə bilim nə kağızı, pulunu atırsan... Bir sual da verim, çünki vaxtımız azdır. Mən sizinlə səhərə kimi söhbət edərəm və saatlarını, məncə tamaşaçılarımız da xoş gələr bu söhbətlər. Çünki əslində mən Martin Luther dedim, siz o Martin Luther'in qəramətlərinin də, Martin Luther'in də əməyinin davamçısısınız indi. Özü buna böyük bir cəsarət lazım. Martin Luther'in də özünün orada müsəlmanlarla, türklərlə bağlı da yanlışları var idi. Təbii o vaxt türklərlə, onlara Osmanlı imperiyası falan bölgəydi. Onlar qoyuruq bir tərəfi. Martin Luther özü çox belə savadlı insan olmayıb. Sadəcə onun o dinin içindəki gətirdiyi yeni reformalar çox önəmlidir. Bəli. Hətta Amerikada bilirsiniz də Martin Luther King var idi. O başqa. Bilirəm, amma onun öldürüldüyü yerə də onun təxəllüsünü götürmüşdü. O da yeniləyirdi. Qara dərli. Bəli, qara dərli. Onun adını götürmüşdü. İndi nə edirəm? Baxın, bu məsciddə, camilərdə qadınlar, kişilər təbii ki, başqa qapılardan girirlər də, hərə öz tərəfindən girir. Amma orada siz dediyiniz məqamı sizin fikriniz mənim üçün maraqlıdır. Qadın da, kişi də görürsünüz də, deyirsiniz ki, hamı bir-birinin üstündədir, hamısı belə. O sizcə o lazımsız mənzərələri görürük biz. Videoları görürük də, qadınların, kişinin bir-birlərinin üstlərində orada olmalı. Sizcə o doğrudur, yoxsa onun heç bir... Yəni, mən bir şeyi gördüm, ərəblər özləri də bundan razı deyirlər. Çünki bəzən elə bir namaz vaxtında çalışırlar, elə bir an eləyirlər ki, qadınlar orada qalanmır namaz vaxtında. Namaz vaxtı orada ancaq ön tərəfdə kişilər olur, qadınlar arxa tərəfdə olur.
Amma bəzən elə namazı olub ki, arxada qalmışam, gəlib ön tərəfə çatmamışam. Namaz qılanda qutaranda baxdım ki, qarşımdakı da qadın, sağımdakı da qadın, solumdakı qadın, arxamdakı kişi idi sadəcə. Elə namaz qılmışıq. Xəbərimiz olmayıb. Yəni bilirsiniz necədir? Bu məsələn və yaxud da sinələri açılır və yaxud da ehram geyinirlər, bu tökülür. Sonra ehramda mən bir şey deyim, bunu çox dilə gətirmirlər. Kişilərə geyinilən ehram lüt bədənə geyinilir. Bəli. Yəni bunun da heç bir kökü yoxdur. Quranda aidiyyatı yoxdur, Quranla əlaqəsi yoxdur. Düzdür, ehram kimi tərcümə edirlər, heç bir əlaqəsi yoxdur bunun. Haramlıqla bağlı olan bir məsələdir. Niyə qadını rahat nə istəyir geyinə bilər, kişi niyə belə geyinirsən? Sonra da bir-birinə bəzən üstdəki paltar düşür, bəzən üzr istəyirəm, altdakı belə düşür. Düşücü də bu başa düşəcəkdir. Yəni bağlayırlar, indi tokka bağlayırlar, nə bilim kəmərləri var, başqa iplərlə bağlayırlar, başqa yerdə düşən olur, nə bilim nə olur. Və yaxud da sinəni buradan belib qurduş. Məsələn, mənə xoş deyil bu. Mənim əxlaq anlayışıma doğru deyil. Sən din adının adı altında bunu həyata keçirə bilmərsən. Mənzərə çox xoşa gəlməz. Heç xoşa gəlməzdir. Yəni bunların bu günlərim edilən məsələlər bu tərəfdən güya nə bilim nə, məndə ikiyüzlük anlayışını yaradır. Yəni sən bu tərəfdən onu qadına indiyə qədər maşın sürməyə Səudiyyə Ərəbistanı yeganə ölkədir ki, yeni icazə verdi ki, sürücülük vəsiqəsi alıb maşın sürə bilər. O nə idi, bu nə idi? Bir çox reformalar deyəsən başlayır orada, yoxsa müəyyən qədər var, amma onlar da istifadə edilənə qədər. Çünki din amilindən hər yerdə müəyyən güclər, qurumlar, hakimiyyət öz mənfəəti üçün istifadə edir. Məsələn, orada nə lazımdır? Din adamına pulunu verirsən. İstədiyi nədir? Dövlət üçün nədir ki, bir adamın məsələn 100 minini həll eləsən və yaxud da 1 milyonu həll eləsən, hər şeyini həll eləyirsən, hünərin çatır mənim dediyimin əksinə fətva ver. Yəni eyni şey Osmanlıya gətirək. Osmanlıda hətta belə bir anlayış olur ki, Şeyxülislam məsələn aparırlar sultanı dəfn edən ərəfədə, sultanın mənimlə bir yerdə basdırılsın dediyi sunduqca açılır. Baxır ki, həmin o Şeyxülislamın bütün verdiyi fətvalardır. Şeyxülislam deyir ki, sən özünü xilas elədin, məni saldın zibilin içinə. Yəni onun kimi bir məsələdir. Bu günlər vaxtı ilə bizim Allahkür Paşazadə də ərəb əlifbasının ərəb əlifbası olmalıdır deyə çıxış edən insan idi. Sonradan dəyişdi bu da. Yəni başqa vaxtı başqa cür fətva verir. Məsələn, təsəvvür edin, indi otururuq, nə edirik din adamları? Məhrəmlik bu vaxtı girdi. Məhrəmlik nədir? Aydır da. Məsələn, hicri təqvimi 1-ci ayıdır. Təsəvvür edin ki, otururuq, bir dənə hansısa dini qurum deyir ki, iyul ayı filan vaxtı girdi. Nə? Sonra və yaxud da noyabr ayı girdi, fətva verirlər. Yəni sənin özəlliyin, xüsusiyyətin, mahiyyətin budurmu? Yəni sənin bu elədiklərinə görə ateizm artır, agnostizm artır, deizm artır. Sənin elədiyin dinsizlikdir. Dindarlıq deyil. Dini insanlara çatdırmaq deyil. Adamların kanalına baxın, həqiqətən biabırçılıq. Oturub nədən danışırlar? Yəni insanlar baxırmı? Girin baxın. Baxmır. Multiplikasiyadır, mən baxmıram. Təbii ki, insanlar çünki ayılır, düşünür, sorğuluyur, mühakimə eləyir. Hətta deyirəm ki, təsəvvür edin, Quranın özü belə Allahın sorğulanmasını istəyir. Hansı Allah? Onda sizə belə bir sual gələcək. İnsanlar doğrudan da düşünür və indi deistlər çoxdur. Bizim kimi tanrıçılar da çoxdur. Gündən-günə biz artıq. O deizmə yaxın bir şeydir, amma bizdə də ata-babamızın min illərdən bura gələn dininin üzərindəyik. Cürbəcür ateistlər artırırlar. Görürsüz, özü ağıllı sözlər danışırlar. Açıq deyim ki, elmə filana əsaslanan sözlər. Onda deməli ki, insanlar dindən aralanmalıdırlar. Siz təzədən onları dinə çəkirsiniz və deyirsiniz ki, əslində din elə deyil, mən sizə doğru dini göstərəcəm. Hansı din? Sual burada budur. Baxın, hələ o biri dinləri qoydum bir kənara. İslam deyiləndə hansı İslam? Bu günlərin iki cürə İslam var. Biri insanların öz ənənələrini həyata keçirmək üçün mövcud adı istifadə eləyib, qurduqları, insanlara sırıdıqları uydurulmuş bir İslam anlayışı var. Bir də var Allahın kitabında olan İslam var ki, bu İslam səni reallığa, birliyə, bərabərliyə, düşünməyə... Amma orada da siz deyirsiniz, tərcümə deyir hamısını. Tərcümə dedim səhvdir, Quran demədim. Tərcümə. Tərcümə də kim idi? Həmin o insanlar... Nəyə oxusunlar onda bunlar? Çıxır da yeniləri. Gördünüz, mən sizə başqa bir ingilis dilindəki tərcüməni dedim. Hətta Amerikada olanda ona aldım, həmin o birinə verdim. O çox təşəkkür elədi, oxuyur, hətta mənə geri dönüşlər də eləyir. Feedbacklərdə çox möhtəşəmdir. Çünki fərqli baxış bucağıdır. Yəni bunlar dəyişir, əvvəlki kimi deyil. Tərcümələrimiz də dəyişir. Konkret yekun budur. Əlimizdə olan indiki, bax indi baxsaq, tərcüməsiz, sizin şərhlər olmadan, sizin gətirdiyiniz yeniliklər olmadan inşallah çıxacaq yəqin ki. İnşallah təbii ki. Onu biz mütləq burada təqdim eləyərik. İnşallah. Burada çox böyük bizim üçün də şərəf olar. Sizin o yeni kitabınızı burada təqdim eləyək. Yəni imkan yoxdur. Quranın əslini təqdim etməkdir. Belə siz onu elə iddia edirsiniz.
Amma olan əlimizdə demək ki, nə yazılıbsa o doğru deyil. Mövcud olan tərcümələrdə çox ciddi qüsurlar, səhvlər var. Çox ciddi. Və bunlar da az deyil, çox böyük yanlışlar var. Birini də deyim, bundan da yekunlaşdıraq yəqin ki, mən də dostlarım gözləyir. Təsəvvür eləyin, biz saatlarla 3-4 saat hələ burada müzakirə edəcəyik. Deməli, orada nə tər olur? Burada adicə Yusif qissəsi ilə bağlı, Yusif Züleyxa ilə bağlı bir video hazırladım ki, Yusif, Züleyxa adicə yanaşması güya Züleyxa onu arxadan tutdu, güya ona yaxınlıq eləmək istəyir. Bunun da uydurma olduğunu deyirəm və Quranın tərcüməsini düzgün verdiyin zaman mövzunun ümumiyyətlə orada eşqdən, zinadan, intimdən, yaxınlıqdan getmədiyini göstərirəm. Niyə? Çünki həmin oradakı sözlər bunu imkan verir. Sadəcə insanlar o təfsirlərdən, rəvayətlərdən qopa bilmədiyinə görə, Tövratın yaradılış bölümündə də bu hissəni götürdüklərindən görə beyinlərində bu fikir formalaşır. Amma bunu gəlin mövcud olanın üzərində fikirləşək. Məsələn, deyək ki, bir şey deyək, bu günləri Einstein eləyən tək başına gəlmək deyildi ki, ondan əvvəl İsaac Newtonun gətirdikləri var idi, ondan əvvəl digər Koperniklərin gətirdikləri var idi. Onların üzərinə qurula-qurula gəldi. Mən də deyirəm ki, bunlar sağ olsunlar, tərcümə edibdilər. Gəlin indi bu yanlışları aradan qaldıraq, düzgün tərcüməni insanımıza verək ki, insanımız bundan dini dar olmasın. Tam əksinə elmə önəm versinlər, birlik bərabərliyi versinlər, dövlətimizin möhkəmləməyinə təkan versinlər, insanları məhzəblərə bölməsinlər, insanları bunu eləmədiyinə görə ay günah cəhənnəmliyi etdi, nə bilim bunu elədiyinə görə darmadağın oldu, Allah səni cəzalandırır. Bu cürə deyil, sevdirərək, birlik eləyərək gətirsinlər. Mənim istədiyim, məqsədim budur. Yəni qorxub inanmaq yox, sevib inanmaq lazım. Elşad Mirəziz dostlar bugünkü qonağımız və çox önəmli məqamlara toxundu. Biz söz verdik ki, sizə Elşad bəyi dəfələrlə dəvət edəcəyik bura, müzakirələr davam etdirəcəyik. O kitabın da təqdimatının özü bizə söz verdi ki, burada biz onu təqdim edəcəyik, sizə tanıdacağıq. Amma burada pres klubda həqiqətlər söylənir, argumentlərə, faktlara dayanan bizim soydaşlarımız 50 milyonluq bir toplum, 50 milyonluq bir millət, təbii ki, müsəlman və ənənələr də indiyə qədər gəlib çatıb və görünür ki, bizim də düşünmək vaxtımız gəlib çatıb. Dərindən düşünmək. Hardan gəlirik, hara gedəcəyik. Amma getdiyimiz yol 50 milyonluq bir toplumun yoludur. Gücümüz, qüdrətimiz bizim sayımızda və dərrakəmizdədir. O yüzden də buradan Təbrizə, Reyə, Rəşdə, Ərdəbilə, Zəncana, Xoya, Ənzəliyə, Urmiyaya, Dərbəndə sevgimiz, salamımız var. Təşəkkürlər. Tanrı sizi qorusun.